olmaq şərtilə Dağbəyi müəllimdən, Şahid müəllimdən xahiş edəcəm. Buyursunlar bir daha ürək sözləri, xeyir dualar dinləyək və əlbəttə ki o mənim ixtiyarımda deyil. Ceyran müəllim buyurun xahiş edirəm. Dağbəyi müəllim, Şahid müəllim. Buyurun. Çok sağ olun. Evvela benle gəlinizin valideynləri təbrik edirəm. Zaman qardaşımı və gəlin bacını təbrik edirəm. Allah sizi xoşbəxt eləsin, başatan eləsin. Həyatda gözəl neməti olan sizə can sağlığı arzulayıram. Xoşbəxt olun. Və fürsətdən istifadə edib qardaşım və zamanın dostu Əli müəllimin adından özü yoxdur, özü iştirak edə bilmədi. Balası Salih buradadır. Ona da bir kəlmə. Xoşbəxt olsunlar. Sağ ol.
Sağ olsunlar, sağ olsun. Beş olsun o yine yalanlar, sağ olsun. Oynayan ayaklarınız var olsun ay kardeşler. Allah sizi bu milletin gözünde dağ eləsin. Əyləşək gözəl balalar, gözəl uşaqlar. Və düşünürəm, qohumları rəqsə cəlb eləmək üçün bir fürsət yaranıb, yenə qohumlara, ağsaqqallara, əmilərə, dayılara söz məqamı verək, onların sözündən sonra da bütün qohumları rəqsə dəvət eləyək. Mən ad, ünvan və ünvan deməmişdən əvvəl çox üzr istəyirəm bütün məclis əhlindən. Axır vaxtlar belə cür toylarda olur. 10-111 nömrəli avtomobil kimindirsə, xahiş edirlər ki, geçsin avtomobilin yanına. İndi orada ya yol bağlıdır, ya işıq yanlı qalıb, ya. Axır nəsə var. 10-111 nömrəli. İndi isə əmlərdən, dayılardan xahiş edəcəm. Malik əmidən, Şirzad əmidən, Ramiz əmidən, Aslan əmi burada yanımdadır. Dayılardan Kəmət dayıdan, Abil dayıdan, Qabil dayıdan, Kamil dayıdan, Fərzalı müəllimdən, Məhərrəm müəllimdən xahiş edirəm, buyursunlar bura. Fərzalı müəllim, Məhərrəm müəllim, Kəmət dayı, Abil, Qabil, Kamil dayılar xahiş edirəm. Arslan əmi başda olmaq şərtlə əmilərdən Malik əmi, Şirzad əmi, Ramiz əmi buyursunlar xahiş edirəm. Xahiş edirəm. Birinə söz ver, gəlsə sonra o birinə söz ver. Sən 10 tane 15 əmini yığırsan. Biri gələcəkdə, olsun biri deyil. Yox, biri desin, olsun. Kimi dəvət edeyim? Əmilər çağırın. Onda əmilərdən xahiş edirəm, buyursunlar əmilər. Hörmətli qonaqlar, hörmətli müzəffət işçiləri. Mən birinci növbədə öz qardaşımı təbrik edirəm. Adili təbrik edirəm. Zamanı və Aydəni təbrik edirəm. Onlara xoşbəxtlik, xoş güzaran, xoş həyat arzulayıram. Və öz qohum qardaşımı, 2 nömrəli stolu hamısını bura rəqsə dəvət edirəm. Dayılar isə qoy əmilərdən sonra istəyir, əmilər işi onda çoxluq olur. Burada da qarmaq qarşılıq. Ona görə ki, ayrı-ayrı olsa hamısı. Buyur. Ayrı olmayacak, bir yerde olacak. Ha sen bizden niye ayrırsan bu zaman? Yo. Bir yerde olmalıdır. Neye göre? Ona göre bir yerde olmalı. Ona göre bir yerde olmalıdır ki bu 4. ve səhv eləmirəmsə 5-ci nəsildir ki, Urut kəndinin Camaatlı kəndi qohum olur. Bu böyük xoşbəxtlikdir. Bu 2 kəndi birləşdirir. Mən əvvələ də gedə bilərəm. Mən burada bir kəlmə, bizim tamadamız çox gözəl tamadadır. O hər şeyi konkret, qısa və rəqs eləməyi birinci ön cəhbiyə çəkir. O çox düzgündür. Həqiqi yoldaş tamada. Sən buranın tamadasısan. Yoldaş tamada. Sənin o xəttin çox düzgün xəttir. Mən burada bir əlavə bir söz də deyim, sənin o əməl eləyirəm sənin sözünə ki, qısa danışaq. Mən burada bir söz də deyim, bu nəvə toyudur. Burada 2 şəxs, 2 gənc, mən hələ o biri tərəfi demirəm. Nazlı benim bacım ve bacımın yoldaşı bunların nəvəsidir. Kız bunların nəvəsidir. Ona göre en çok sevinen onlardır. Ben istəyirəm onların sağlığına. Bir de gəlinimizlə təzə bəyimizin sağlığına. İndi Urudla Camaatlı bir yerde oynamalıdır. Sağ ol. Çox sağ olun. Təbii ki, əmilərdə, dayılarda mənim ayrı seçkilik koymağa ixtiyarım yoxdur ona görə. Buyurun. Hörmətli qohumlar, hörmətli dostlar.
Bugün biz Rənanın kızı və bəyimiz onun toy məclisinə yığışmışıq. Bu çox xoş bir gündür. Mən bu iki gəncə xoşbəxtlik arzu edirəm. Arzu edirəm ki, onlar bir yerdə yaşasınlar, bir yerdə qarısınlar. Arzu edirəm ki, onların evindən həmişə işıq gəlsin, həmişə bazalarından tüstü çıxsın. Xoşbəxt olsun. Sağ olun. Ben ailenin dayısı olarak onlara xoşbəxtlik arzulayıram. Ve Azərbaycan Dövlət Universitetinin professoru Amaliyə Fəzalı müəllim də mənim dayımdır. Azərbaycan İqtisadiyyat İnstitutunun dosenti, İqtisad elmləri namizədi Məhərrəm müəllim də mənim dayımdır. Ben bu dayılardan sonra əlbəttə çıxış eləməyə cürət eləyə bilmərəm. O dedikləri sağlıqlar olsun. Xoşbəxt yaşasınlar, qoşa qarısınlar. Sağ olsunlar. Akşamınız xeyir olsun. Ben deyilənlərə bizdə şey əlavə eləyərdim. Xoşbəxt olsunlar, qoşa qarısınlar. Hörmətli qonaqlar, mən də dayılarım dedi, sözü təkrar edirəm. Qoy ailə ilə zaman xoşbəxt olsunlar, qoşa qarsınlar, oğullu qızlı olsunlar. Çox sağ olun. Əmələrdən xahiş edirəm. Sizin də təbrikinizi dinləyək xahiş edirəm. Buyurun. Mən hər iki gəncimizə ən şirin nemət olan can sağlığı və xoşbəxtlik arzu edirəm. Qoy onların xoş sadələrini eşidək. Sağ olun. Eşq olsun, indi hamınız buyurun. Və bütün qohumları rəqsə dəvət eləyək.